İnsan varlıq aləminin ürəyidir. İnsan varlıq aləminin şahıdır. İnsan Allah yaratdığı varlıqlar içində ən fəzilətli, ən üstün bir varlıqdır. İnsanın məqamını tərif eləməklə deyib qurtarmaq olmaz. İnsan bir şam kimidir. Başqa varlıqlar pərvanə kimi insanın başına dolanır. İnsandan qeyri hər nə varsa insandan aşağıdır. İnsan varlıqların ən üstünüdür. Quran bunu bizə açıq şəkildə buyurur. Bütün varlıqları sizin üçün yaratmışam. Allah nə yaradıbsa insan üçün yaradıb. Hər bir şeyi insan üçün yaradıb Allah. Nə qədər varlıq var, görünən, görünməyən varlıqlar hamısı insana xidmət eləmək üçün yaranıb. İnsanın xidmətində olmaq üçün yaranıb. Bütün dünya fəxr eləyir insana xidmət eləmək üçün. Canlılar, cansızlar yavaş-yavaş Quranın bu sözü təsdiqini tapır. Deyirlər, bütün varlıq aləminin şuuru var. Daşın da özünə görə şuuru var, heyvanın da öz səviyyəsində. Bütün varlıq aləminin şuuru var və onlar şuurlu şəkildə insanın məqamını dərk edirlər. Dünyanın malı möminə nəsib olanda sevinir. Qismət olduğuna görə şad olur, sevinir. Bütün varlıq aləmi deyir ki, mən insana xidmətdə qabağa keçim. Bütün aləm çalışır ki, bizə xidmət eləsin. Yağış yağır, gün çıxır, yer günəş ətrafına dolanır, torpaq meyvə bitirir, yemək bitirir ki, bizi qidalandırsın, bizə xidmət eləsin. Təbiətdə olan o əzəmətli hadisələrin hamısı bunun üçündür ki, bunlar bizim xidmətimizdə olsun, bizə xidmət eləsin. Bütün bu maddi neymətlər insanın xidmətindədir. Bütün varlıq aləmi insanın xidmətindədir. Maddi neymətlərdən keçək mənəvi neymətlərə. 124 min peyğəmbər Allahın ən əziz bəndələri insanın xidmətindədir. İnsana xidmət üçün göndərilib. Onlar hamısı əl-ələ verib, insana xidmət eləyib. İnsanın mənəvi kəmala çatması üçün xidmət eləyiblər. Əvəzində heç nə istəməyiblər. Quran buyurur ki, denən ki, Peyğəmbər, bu dəvətimin əvəzində sizdən heç nə istəmirəm. Muzduz, mükafatuz mənə lazımdır. Təmənnasız sizə xidmət üçün gəlmişəm. Gəlmişəm sizi saadətə çatdıram, xoşbəxtliyə çatdıram. Bunun müqabilində insanlar nə qədər zülümlər eləyib Peyğəmbərlərə. 950 il Həzrət Nuh qövmünün arasında qaldı. Neçə dəfə ölümcül vəziyyətə salırdılar, huşu bədənindən gedirdi. Özünə gələn kimi Allah deyirdi, qalx ayağa ged insanları təbliğ elə, dəvət elə, yorulma. Onlar sənə daş atsın, sən la ilahə illallah denən, sən haqqa dəvət elə. Onlar sənlə mübarizə aparsın, sən dəvətindən əl götürmə, dəvətindən yorulma. Harisun aleykum, Peyğəmbər barədə buyurur ki, sizə bir Peyğəmbər göndərmişəm, sizə qarşı hərisdir, sizin hidayətinizi çox istəyir, hər şeydən artıq aşiqdir ki, siz hidayət olasınız, doğru yol tapasınız. Bütün insanlar öləndə gərək la ilahə illallah desinlər. Ölüm məqamında insanın son sözü hədisdə var, kimin son sözü la ilahə illallah olarsa cənnətə gedər. Peyğəmbər də bu kəlməni dilinə gətirdi vəfat eləyəndə. Vəfatında la ilahə illallah deyəndən sonra deyirlər, axır nəfəsləri idi Peyğəmbərin, axır nəfəsləri. Peyğəmbər nigaran halda idi. O Peyğəmbər ki, cənnət ona aşiq idi. Cənnəti göydə bəziyiblər, cənnəti zinətləndiriblər ki, hazır ol Peyğəmbər gəlir. Göylər hazırlaşıb Peyğəmbəri qarşılamağa. Cənnət özü hazırlaşıb ki, indi ən üstün insan qədəmlərini qoyacaq, cənnətə daxil olacaq. Belə bir məqamda görürlər Peyğəmbərin dodağı tərpənir. Peyğəmbər nəsə pıçıldayır. Yanında olanlar deyib, baxdıq, gördük, deyir, ümməti, ümməti. Deyir, ümmətim, ümmətim. İlahi, ümmətimi bağışla.
o Peyğəmbər ki, cənnət ona aşiqdir, o Peyğəmbər ki, heç kəsə vermədiyi neymətləri Allah ona verəcək və bu neymətlər hamısı onun intizarındadır ki, indi Peyğəmbər gəlsin, özümüzü onun ixtiyarında qoyaq, bu neymətlərin hamısına göz yumur, deyir, ilahi ümməti, ümməti, ilahi ümmətimi hidayət elə, Cəbrail nazil olur. Həzrəti Cəbrail Peyğəmbərə nazil olur son nəfəslərində. Ya Rəsulallah, Allah sənə salam göndərir. Buyurur, narahat olmasın mənim Peyğəmbərim. Nə qədər ki, sən deyirsən, ümməti, ümməti, Allah da sənə cavab verir, deyir, rəhməti, rəhməti. Mənim Peyğəmbərim, sənin hörmətinə onların hamısını bağışlayacağım. Heç nigaran olma, narahat olma. Əli əleyhissalam bu gecələrdə can verir, son nəfəsləridir. Əlinin zərbətdənən vurulan gecəsidir bu gecə, əza gecəsidir. Əli əleyhissalam gözünü açır, Allah, Allah fissalam, sizə namazı tapşırıram. Axır nəfəsidir, yenə dili tərpənir insanların hidayəti üçün. Biraz özündən gedir, bihuş olur, yenə özünə gəlir, görürlər dodaqları tərpənir, əylirlər görək nə deyir? Deyir, Allah, Allah fil Qur'an. Qur'anı sizə tapşırıram. Yenə özündən gedir, yenə özünə gəlir, deyir, Allah, Allah fil əytam, yetimləri sizə tapşırıram. Axır vaxta qədər bizim hidayətimizin dərdi ilə yaşayır. Xanım Fatimə-i Zəhra neçə dəfə Peyğəmbərdən xahiş eləmişdi, ya Rəsulallah, mən istəyirəm qiyamətdə bu ümmətə şəfayət eləyəm. İnşallah gələn gecələrdə fürsət ola, o dediyimiz hədisləri təkrar deyərik. Xanım Zəhra necə şəfayət eləyəcək qiyamətin günündə bizlərə? İmam Hüseyin əleyhissalam atdan yerə düşür, ki vururlar, imamı atdan yerə salırlar, üzü torpağa dəyəndə deyir, Əssəlamu ala milləti Rəsulillah. Yaxud Bismillah və billah və ala milləti Rəsulillah. Bu qanlar hamısı İslam Peyğəmbərinin ümmətinin hidayəti üçündür. Mən qanımı hədiyyə elədim, bu ümmət hidayət olsun. Bunlar hamısı bizə aşiqdir. Yerlər bizə aşiqdir, göylər bizə aşiqdir, Peyğəmbərlər bizə aşiqdir, imamlar bizə aşiqdir, hamısı bizə aşiqdir. Allah özü bizə aşiqdir. Allah bizim aşiqimizdir. Və bir halda ki, bütün varlıq aləmi bizim aşiqimizdir, insan bir dənə ki, günah elədi, bir günah eləməyi mənası bilirsiniz nədir? Mən bütün bu aşiqlərlə müxalifət elədim, bu aşiqlərlə düşmənçilik elədim. İnsanın bir günahı Allahla və bütün onu sevən varlıq aləmi ilə düşmənçilik hökmündədir. İnsanın bir günah eləməsi sanki qılınc götürüb bütün onu sevənlərə qarşı müharibə eləməsidir. Günahın mənası budur. Odur ki, İmam Səccad əleyhissalam buyurur, deyir ki, əgər mənim ömrüm əbədi olarsa və bir günaha görə bütün ömrüm boyu ən üfunətli suyu mənə içirdələr, ən dadsız quru yeməyi mənə yedirdələr və bütün neymətlərin qapılarını üzümə bağlayalar, yenə günahımın kəffarəsidir, yenə cəzamı almamışam layiqli. Çünki günah böyük bir cinayətdir insan üçün. Günah böyük bir cinayətdir. İnsafsızlıqdır insan bu qədər aşiqə, bu qədər onu sevən varlıqlara və Allaha yox desin günahı ilə. Xüsusən Allah, ki o Allahın rəhməti sonsuzdur insanlara. Peyğəmbərlər, imamlar, onların rəhməti məhduddur. Çünki özləri də məhdud vücuddular. İmam Səccad əleyhissalamdan soruşdular, bir nəfər günah eləyir, tövbə eləyir. Bağışlayar Allah, dedi, bəli. Yenə elədi, yenə tövbəsini pozdu. Bağışlayar, bəli. 10 dəfə elədi, bağışlayar, dedi, bəli. Nə qədər günah eləsə, qayıtsa, ancaq Allah eləməsin, qayıtmağa taqət olmaya, onda həlak olur insan. Allah eləməsin ki, bir gün iş bu yerə çata ki, qayıda bilməyə. Amma qayıtmağa güc tapa bilsə özündə, 70 Peyğəmbərin qatilini Allah buyurur, bağışlayaram, əgər qayıda bilsə mənə tərəf, gələ bilsə mənə tərəf.
Allahın bir adı Təvvabdır. Təvvab tövbə eləyən, tez-tez qaydana deyərlər. Çox tövbə eləyən. Allah özü özünə bu adı qoyub Təvvab. Yəni insan 100 dəfə Allah qapısına getsə, Allah da 100 dəfə cavabını verər.